Artıq forumun 5-ci günü geridə qalıb. Günlərdəki ölkəmizə gələn xarici və yerli media əməkdaşları forumla bağlı məlumatları operativ olaraq dünya ictimaiyyətinə çatdırırlar. Əməkdaşımız Rəşad Vəkiloğlu da forum işıqlandıran həmkarlarımızın fəaliyyətinə diqqət çəkib, işıq salıb. Rejissor, müxbir, aparıcı və sadaladığım onlarla mediaya bağlı peşə sahibi. Onlar 182 ölkəni təmsil eləyir. Hər birinin işi günlərdir Bakıda davam eləyən, daha doğrusu forumdan geriyə qalanları operativ və daha geniş olaraq auditoriyaya çatdırmaqdır. Bakı Olimpiya stadionunda həm xarici, həm də yerli media əməkdaşları bu mərkəzdə birlikdə çalışırlar, media mərkəzdə. Yazıların, materialların və məlumatların ötürülməsi üçün bu otaqda, stand-upların və isə müsahibələrin götürülməsi üçün isə digər xüsusi otaqlarda jurnalistlər fəaliyyət göstərir. Artıq 5 gündür ki, dünyanın gözü Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından keçirildiyi Azərbaycandadır. Minlərlə qonağı qarşılayan Olimpiya stadionunda gün ərzində baş tutan yüzlərlə tədbir, informasiyalar yerli media tərəfindən Azərbaycan tamaşaçılarının diqqətinə çatdırılır. Bura həm onlayn, həm yazılı media, həm də televiziyalar daxildir. Ümumdünya Şəhərsalma Forumunu işıqlandırmaq üçün mindən artıq media əməkdaşı akkreditasiyadan keçib. Gündəlik olaraq isə bu media mərkəzində yüzlərlə jurnalist çalışır. Həm yerli, həm də xarici ictimaiyyətə məlumatları operativ formada çatdırılması üçün isə bu media mərkəzdə hər cür imkan və şərait var. Tədbirlərin ilk günlərində medianın gündəlik müzakirə mövzusu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edən dünya liderləri oldu. Eyni anda gündəlik təşkil olunan panel müzakirələr, dialoqlar və liderlərin qarşılıqlı görüşləri operativ işıqlandırılır və televiziyalara ötürülür. Əvvəl onu deyim ki, çox sürətli və operativ olmaq şərtdir. Çünki eyni anda bildiyiniz kimi təqribi 30-a yaxın deyim ki, burada müxtəlif zallar, panel müzakirə otaqları var və hər birində eyni anda müzakirələrin aparıldığı üçün biz mütləq bir şəkildə bütün o proseslərdə məlumatımız olmalıdır və olmaqla yanaşı da mümkün olduğu qədər bizim üçün maraqlı, daha Azərbaycanın, deyək ki, Azərbaycanla bağlı müzakirələrin olduğu panel və sessiyalara daha çox yönəlib, oradan operativ məlumatları götürüb, çəkilişləri aparıb və bunu mərkəzə ötürmək əlbəttə çox şərəfli işdir, amma çox da, necə deyim, insanı hərəkətli, operativ olmağa məcbur edən bir işdir. COP29-dan sonra artıq Bakıda ikinci belə mötəbər tədbirdir ki, biz iştirak edirik və buradakı məlumatları həm yerli ictimaiyyətə, həm də ki, dünya ictimaiyyətinə təqdim edirik və gördüyünüz kimi burada Media Hub'da yerli media ilə yanaşı xarici həmkarlarımız da var. Burada həm rəqabət var, həm həmrəylik var. Təbii ki, WUF 13 tədbiri əhəmiyyətli bir tədbirdir. Həm şəhərsalma istiqamətində, eləcə də Azərbaycanın dünyaya tanıdılması baxımından xüsusi rolu var. Bu gün Ümumdünya Şəhərsalma Forumunun 5-ci günüdür. Bakı bu günlərdə urbanizasiya, şəhərsalma və dayanıqlı inkişaf mövzularının müzakirə mərkəzinə çevrilib. Biz də oxuaz olaraq ilk gündən operativ formada çalışırıq. Müxtəlif ölkələrdən gələn nazirlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələrindən müsahibələr alırıq. Digər media qurumları kimi Space televiziyası olaraq forumun keçirildiyi məkana 20-yə yaxın əməkdaş yazam olunub. Bütün xəbər buraxılışları, ictimai-siyasi verilişləri gün ərzində canlı bağlantılar edilir, müsahibələr və reportajlar verilir. Məlumat üçün bildirək ki, Ümumdünya Şəhərsalma Forumu mayın 17-sində başlayıb və 22-sində bağlanışı baş tutacaq. Rəşad Vəkiloğlu, Hafiz Əliyev, Günəş Rızayeva, Space xəbər.